Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala rasulihil amin. Amma ba'd rabbi şrah li sadri ve yessir li emri ve ahlul ukdeten min lisani yefkahu kavli. بحق فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها اللهم صل على محمد وآل Muhammed وعجل فرجهم. Allahın tövfik və inayəti ilə cümə günündə olan mövzumuzu siz əzizlərin nəzərinə çatdırmışdıq. Həzrət İmam Cəfər Sadiq əleyhissalam insanın ən kiçik malik olduğu yaşayışdan tutmuş, insanın beynəlmiləli qanunlarına qədər bir dənə mövzunu təyin və təsbit edib. Elə bir söz deyib ki, bu sözün hər hansı bir məxsus dini yoxdur. Bu söz ümumi dinlərin şüarı olub. Ki, bu Həzrət İmam Cəfər Sadiq əleyhissalamın əzəmətindən irəli gələn sözdür. Bu söz vəhyin öz sözüdür. Bəzi sözlər var, görürsən, dinlərin arasında dəyişkənliyə məhkum olur və misal şər'i hökmlər, fiqhi məsələlər. Amma bəzi sözlər var ki, onların hər hansı bir dinə mənsubiyyəti yoxdur. Dinin sahibi olan Allahın özünə məxsus sözdür. Ki, Həzrəti İmam Cəfər Sadiq ağanın bu mübarək kəlamı da heç bir dinə məxsus olmayıb ki, hər hansı bir din gələndə bu şüar olub. Bütün dinlərin şüarı bundan ibarət olub. Həzrəti Adəmdən Həzrəti Xatəmə qədər, İslam Peyğəmbərinə qədər, nə qədər Peyğəmbər yer üzünə göndərilib, hamısının şüarında bu məsələ özünə yer alıb. Ki, çox mühüm bir məsələdir. Biz onun üçün də mövzunun o əhəmiyyətin, ağırlığın siz əzizlərin nəzərinə çatdırmışdıq ki, bunun məsuliyyəti eşidənlər üçün, danışan üçün daha çoxdur ki, biz hədisin bu hissəsini oxumuşduq ki, İnsafun nas min nəfsik. Həzrət İmam Sadiq ağanın hədisinin bu hissəsi ki, insanlarla öz aranda insafla rəftar elə ki, bu sənin bir dənə insani borcundur və sənin üçün Allahdan təyin olunan bir dənə hüquqdur ki, onu pozsan Allahın vilayətindən xaric olmusan, ondan kənara addım atsan, şeytanın əsarətində olmusan və öz dəyərinə xəyanət eləmisən. Ki, mühüm məsələlərdən biri idi. Həzrət İmam Cəfər Sadiq ağanın dostlarından, səhabələrindən biri, yəni Muəlla İbn Xuneys. Bu səhabə həmən bu mövzunu bir başqa səbkidə, bir başqa mövzuda, bir başqa söz üslubu ilə İmam Cəfər Sadiq əleyhissalamdan soruşur ki, müsəlman üzərindəki haqqı və hüququ nədən ibarətdir? İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, səb'u hüquqin vacibatin ma minhunnə haqqun illa və huvə aleyhi vacib. İnnə zəyyərə minhə şeyən xərəcə min vilayətillah və taati və ləm yəkun lillahi fihi min nəsibin. Ki, İmam sadə bir söz üslubu ilə istəyir mövzunun əhəmiyyətin ümumi bəyan eləyə. Ki, buyurur, 7 dənə vacib hüquq var ki, onların hər biri ayrılıqda Muəlla İbn Xuneys sizin üçün vacibdir. Yəni, sən ki demisən, sənin üçün vacibdir. Və illa ümum insanlar üçün o, hər biri ayrılıqda vacib bir hökümdür. İn zəyyərə minhə şeyən xərəcə min vilayətillah və taati. Həzrət İmam Cəfər Sadiq əleyhissalam buyurur, əgər onlardan bir dənəsini zay eləyəsən, onlardan hökmün birini zay eləyəsən, onda biləsən Allahın itaətindən və Allahın vilayətindən xaric olmusan. Tamamı hüquqlar bu cürdür, tamamı Allahın əmrləri bu cürdür. Bütün ilahinin insanın üzərinə qoyduğu haqların hamısı bu cürdür.
Necə ki Qurani Kərimdə Allah Müteala'nın özünün mübarək sözü budur ki, hər kəs bizim bir ayətimizə küfr eləyə, tamam ayətlərimizə küfr eləyib. Yəni hər kim bizim bir qanunumuzu inkar eləyə, mənası budur bütün qanunlarımızı inkar eləyib. Görürsüz? Nə çox insanlar var doğrudan Qurani Kərimdən yüzlərlə ayəni, minlərlə mümkündür. Neçə min ayəni qəbul eləyə. Gələr bir dənə ayədə məsələn inadından qəbul eləməz. Mümkündür o ayə onun özünün əleyhinə ola, onun rəftarının əleyhinə ola, onun gördüyü işlərlə uyğun olmaya, hər halda bir nəfsindən, istəklərindən, qərizəsindən, meylindən görərsən ayəni inkar eləyir. Allahın öz sözü budur ki, hər kəs bizim bir kəlməmizə, bir ayəmizə müxalif ola, bütün ayələrimizlə eyni hökmdədir. Lazım deyil ki, məsələn, sən durasan, bütün Quran ayələrini qəbul eləyəsən, deyəsən mən Allahın qanununa tabiyəm, amma bir dənə hökmdə qəbul eləməyəsən. Fərq eləmir. Fərz eləyin, işıqforda maşını saxlamısan. Görürsən, məsələn, fərz elə, bir dəqiqə qırmızı yanıb ki, sənin üçün məhdudiyyət var. O bir dəqiqəni ötə bilməzsən. İstər o yanan vaxtı, o bir dəqiqənin 10 saniyəsini gözləyib svetoforu keçmisən, qırmızını ötmüsən və yaxud axırın qırmızının qurtarıb yaşılın yanmağına 5 saniyə qalmış. Nəticə etibarında əgər o qırmızı hələ tamam aradan getməyibsə, o xətt, o sədd ki sənin qarşına açılmayıbsa, o sənin üçün bir dənə məhdudiyyətdirsə, onu hansı saniyədə pozsan qanunsuzdur. İstər əvvəl hissədən pozdun, istər axır hissədən. İstər əvvəldən o hüdudu tapdaladın, ya axıra az qalmış hissədən. Fərq eləməz ki. Deyə bilməzsən ki, mən onun 50 saniyəsini gözləmişdim da, 10 saniyəsində keçdim. Niyə cərimələri, niyə mənim məsuliyyətim eynidir? Fərq eləmir. Bu qanunun hamısı eyniyyətə malikdir. Çünki o rəng o müddətə qədər sənin üçün keçərlidir. İndi gələsən, deyəsən mən bütün ayələri qəbul eləmişəm, bir ayəni qəbul eləməmişəm. Hətta biz bu cür adamlarla rastlaşmışıq bəzi diyaloglarımızda, bəzi məsələn söz diskusiyalarımızda görmüsən ki, məsələn insandır deyir, qəbul eləyirəm, bunun hər şeyi var, filan da var, namazda qəbul eləyirəm, Allahın qanunudur, qılmalıyıq, orucda ki inşallah tutacağıq məsələn falan. Gəlir görsən bir dənə hökmdə inkar edir. Məsələn, həcc mən zəruri bilmirəm bu zamanda həccə getmək. Niyə? Əlində bir dənə əsas tutub, yəni heç məsələn müqabilində bir dənə ayə də, hədis də, məsələn əqli dəlillər də qoyursan, görürsən qəbul eləyə bilmir. Çünki bir dənə fikir ki zehnində formalaşdırıb ondan çıxa bilmir qırağa. Hökmə küfürdür da. İmam deyir ki, səb'u hüquqin vacibatin ma minhunna haqqun illa və huvə aleyh vacibun. 7 dənə hüquq var ki, bunların hər birini Allah sizə vacib eləyib. Bir sizin üçün vacib eləyib. İn zəyyərə minha şeyən xərəcə min vilayətillah və taəti. Əgər onlardan bir dənəsini tapdalasan, onlardan birinin hökmünü zay eləsən, onlardan birinin hüququnu tapdalasan, onlardan birini inkar eləsən, Allahın həm vilayətindən çıxmısan, həm itaətindən. Allahın vilayətindən çıxan insanlar şeytanın vilayətində və əsarətində olurlar. O da insanın iki dünya xarlıq və bədbəxtçilik nişanəsidir. Və ləm yekun lillahi fihi min nasibin. Özdə hər kim bu işə belə aludə olsa, yəni imam buyurur bu hüququ pozsa, Muəlla İbn Xuneys biləsən, Allahdan daha ona heç bir şey nəsib olmayacaq. O Allah üçün day bir yerə çatmayacaq. Görərsən bu cür insanlar heç vaxt yaxşı işlərdə müvəffəq ola bilmirlər. O adam var görürsən, deyirlər ki, filan kəs bu qədər nəyə varidata malikdir, bu qədər hər nə desən varıdır, amma heç vaxt bir yaxşı iş görə bilmir. Biz düşünək ki, Allah ona icazə vermir o yaxşı işləri görməyə. Adam var, onun danışığı da var, adam var, onun nəfəsi də var, adam var, məsələn, onun maddi imkanı da var, adam var, onun məsələn miniyi də var, hər nə desən var, adam var, onun evi də var, hər şəraiti var, amma heç vaxt səsindən nə Allah üçün bir dəfə istifadə edib, nəfəsindən bir dəfə Allahın məktəbi üçün istifadə eləməyib, miniyindən bir dəfə Allahın məktəbi üçün istifadə eləməyib, o evindən, varidatından heç vaxt bir dəfə Allahın yolunda xidmət eləyə bilməyib. Onun var olmağı ona əzabdan başqa bir şey deyil. Demə Allah istəmir onun var olduğu şey onun yolunda xərc olsun. Bəyəm elə düşünürük ki, ya, öz başınasan sən bir dənə yaxşı iş görürsən, bir yaxşı işə addım atırsan, elə bilirsən səndəndir, elə bilirik özümüzdəndir. Bunun hamısına Allahın icazəti var. Bunun gərək məxsus insan
Allaha təşəkkürün eləyək ki, Allah sən icazə vermisən mən bir xeyir işə addım ata bilmişəm. İmam buyurur, əgər bu 7 dənə hüququn hər birini insan pozsa, bilsin ki, Allahdan ona heç bir şey nəsib olmayacaq. Mualla İbn Xuneys İmam Sadiq ağadan çox israr elədi ki, məsələni daha da aşkar formada cavabını ala. Ki, imamdan çox sual ki, ağa mən istəyirəm səndən ki, mənə məsələnin hamısını deyəsən. İmam buyurdu ki, ya Mualla, inni aleykə şəfiq, əxafı ən tuzeyyirə və la təhvəz və tə'ləm və la tə'məl. Ki, çox mühüm məsələdir. Ki, Mualla İbn Xuneys, mən bilirsən sənin üçün nədən qorxuram? İnni aleykə şəfiq, əxafı ən tuzeyyir və la təhvəz və tə'ləm və la tə'məl. Mən bunun üçün səndən qorxuram ki, Mualla, sən o hökmü zay eləyəsən, o hökmü qoruyub saxlaya bilməyəsən, öyrənəsən, amma əməl eləyə bilməyəsən. Sənin üçün bundan çox qorxuram. Yəni, bundan qorxuram ki, sən mövzudan xəbərdar olasan. Amma mövzunu zay eləyəsən, qoruyub qəlbində, əməlində saxlaya bilməyəsən. Biləsən, hökm budur, amma malik olduğun, məlumat cəhətindən malik olduğun hökmdən əməli bir göstəriş eləyə bilməyəsən, əməli bir tətbiqatın olmaya, əmələ döndərə bilməyəsən, yəni mənası budur ki, və la təhvəz, mənası budur ki, yəni sən onu hifz eləyə bilməyəsən, qoruya bilməyəsən və tə'ləm, öyrənəsən və la tə'məl ki, ən qorxulu və ən təhlükəli məsələ budur ki, və tə'ləm və la tə'məl, öyrənəsən, amma əməl eləyə bilməyəsən. Bu ən qorxulu məsələdir. Mövzudan xəbərin ola, amma sən buna nə eləyəsən? Əməl eləyə bilməyəsən. Onun üçün mən istəmirəm sənə bu mövzunu deyəm. Mualla İbn Xuneys, bu məsuliyyətin altına istəmirəm səni nə eləyəm? Yükləyəm bu məsuliyyətlə səni. Sən düşünmə ki, bu məsuliyyət asan məsələdir. Adam ilahinin onun üzərinə qoyduğu haqdan xəbəri var, onu pozur. Adam ilahinin bunun üzərində olan haqqın eşidir, bilir və qəbul edir ki, bu Allahın sözüdür, amma əmələ keçirmir. İmam deyir, mən sənin üçün bundan qorxuram. Mualla dedi ki, la qüvvətə illa billah. İmam de, qurban olum sənə. Ey Peyğəmbərin balası. Yəbnə Rəsulillah. Həzrət İmam Sadiq ağa gördü ki, bu çox israr eləyir və dedi ki, la qüvvətə illa billah. Yəni Allahın qüvvəsindən başqa bir qüvvə yoxdur. O, bu cümlə buna xatir edir ki, yəni bacaracam. Allah mənə qüvvət verəcək, inşallah mən bunu qoruyub saxlayacağım. Həzrət İmam Sadiq əleyhissalam buyurdu ki, əysəru haqqin minha ən tuhibbə ləhu ma tuhibbə li nəfsik və tərkukə ləhu ma təkrəhu li nəfsik. Ən sadəsin İmam dedi ki, bizim elə məhəlli şahid də neçə cümə ki, barəsində danışmışdıq, 2 cümə həmən bu mövzumuza uyğundur ki, İmam buyurdu ki, onların sənin üçün ən asanlarından birini deyirəm. Bu 7 dənə hüququn içində ən asan hüquq budur ki, o şeyi ki, özün üçün sevirsən, onu başqaları üçün də sevəsən. O şeyi ki, özün üçün kərahət bilirsən, xoşun gəlmir ondan, xoşlanmırsan, heç onu başqaları üçün də neynəməyəsən, qəbul eləməyəsən. Onu da başqaları üçün kərahət biləsən. Sevdiyin şeyi başqaları üçün də sevəsən. Xoşa gəlmədiyi bir şeyi, sevmədiyin bir şeyi başqaları üçün də sevməyəsən ki, İmam buyurdu, bu ən sadəsi, yəni ən asanı bundan ibarətdir ki, insanlarla nə eləyəsən? Bu cür rəftar eləyəsən ki, ən asanı bundan ibarətdir. Həzrəti İmam Cəfər Sadiq ağanın elə öz hədisi ki, 2 dənə məxsus hədis bu barədə buyurur. Biri bundan ibarətdir. Məbtuliyəl mu'minu əşəddu aleyh min thəlasi xisalin. İmam Cəfər Sadiq ağa deyir ki, möminlər bu 3 dənə xüsusiyyətdən daha böyük bir şey üçün imtihan olunmayıblar. Ən çətin möminlərin imtihanı bundan ibarətdir. Başqa bir hədisdə deyir ki, Sələsu xisalin hunnə əşəddu ma amilə bihil abd. Bəndə üçün ən şiddətli əməl bu 3 dənə xüsusiyyətdir ki, həmən saydıqlarımızdan biri buydu ki, nə idi? İnsafın nas min nəfsik. İnsanlarla öz aranda insafla rəftar eləyəsən ki, ən çətin və ən mühüm olan məsələlərdən ibarətdir. Mən niyə hədisin o 2 dənəsini demirəm? Çünki istəyirəm bu bəhsi qurtaraq, mövzunun bu hissələrini tamam eləyək, növbəti hissələrini də inşallah
Allahın tövfiq və inayəti ilə növbəti cümələrdə siz əzizlərin nəzərinə çatdırarıq. Allah'ın da verirəm öz Allahlığına xatir, özümüzlə insanlar arasında insafla rəftar eləməyi Allah bizə ruzi eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.